Bizdə də ki, qəribədirlər də bizim mediaçılar. Xırda bir nüans belə nəzərdən qaçmır, saxlayırlar, yazırlar, deyirlər. Bilirsiniz ki, böyük bir marafon keçirildi. Bütün ünlülər, tanınmışlar oradaydı. Küləyə qarşı, küləyə tərəf, küləklə birlikdə. Yəni, bütün fikirlərdə bir külək var idi. Marafonun adı belə idi. Ora Nigar Camalın qızı da qatılıb. Mən fotonu göstərirəm sizə. İndi ola bilsin fotoda yayımlayım. Belə deyirlərdi. Ay soyuqdan büzüşdüm, ay soyuqdan öldüm, ay soyuq məni bir günə qoydu, tüklərim biz durdu. Belə ifadələr çox işlədirik də. Hava çox soyuq olanda bəzən də deyirik ki, oy, mənə yaman soyuqdur, qollarıma bax. Yəni o tüklərlə biz o soyuğu daha da təsdiqlədirik. Demək, müğənni Nigar Camalın qızı Jasminlə Axşam.az-ın obyektinə tuş gəlib. Obyektivinə tuş gəlib, daha doğrusu. Marafonda olub, Bakı marafonunda övladı ilə birlikdə olub. Nigar və qızı o küləkli hava, soyuq, neçə gündür soyuqlar davam edir də. Bilmirik, fevraldır, ya maydır, ya aprel idi. Maşallah Namıqda soyuqlar davam edir və yenə də deyirəm ki, Axşam.az-ın obyektivindən yayınmayıb. Qız amma biraz da yüngül geyinib də, paltar yəqin ona görə olub da. Maraqlıdır. Bizdə də mediaçılar bir şey nəzərindən qaçırmır.